Şəmkirdə Vətən müharibəsi iştirakçısı vəfat edib. 2001-ci il təvəllüdlü müharibə veteranı Asif Abbasov onkoloji xəstəlikdən dünyasına dəyişib. O, Şəmkir rayonunda dəfn edilib. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ağır yol qəzası baş verib. Camaldın kənd ərazisində Kia markalı minik avtomobili ilə DAF markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilini idarə edən Gülnar Sakit qızı Nəcəfova hadisə yerində dünyasına dəyişib. Faktla bağlı araşdırma aparılır. Ötən gecə Bərdədə ağır yol nəqliyyat hadisəsi baş verib. Rayonun Mehdili kənd ərazisində 2 Lada Priora markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun 2005-ci il təvəllüdlü oğlu Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı vəfat edib. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyidləri çıxararaq aidiyyat üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır. Ötən gecə Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən bildirilib ki, oktyabrın 27-si saat 19:20-də 2 nəfər qadın Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Dəm qazının toksik təsiri diaqnozu təyin edilən pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar, deyə məlumatda bildirilib. Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənən tələbələr 2007-ci il təvəllüdlü Samirə Rüstəmli və 1994-cü il təvəllüdlü Lalə Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.